Sonra deyir ki, sonra qiraətə başlayardı. Yəni ki, Elhamdülillahi Rabbil alemin deyərək, yəni Fatihəyə başlayardı. Çünki deyir, bu da rükundur. Fatihə özü də nədir? Rukundur. Amma digər qiraətlər, Fatihədən əlavə digər qiraətlər nədir? Sünnədir. Ona görə də birinci rukundan başlanılır. Birinci Fatihədən başlanır. Təkbirat-ı ihram gətirdin, istiftah duası müstəhəbdir, sünnədir. İstiftah duası eləyə də bilərsən, eləməyə də bilərsən. Amma mütləq təkbirat-ı ihramı gətirən sonra nə etməlisən? İstiftah duası oxusan və ya oxumasan. Fatihəni oxumalısan. Fatihə çünki rukundur. Fatihədən sonraki surə və ya ayələr də nədir? Sünnə yerindədir. Oxuya da bilərsən, oxumaya da bilərsən. Yəni namazın batil olmur. Amma namazın Fatihəsiz batil olur. Təkbirat-ı ihram gətirməsən, namazın nədir? Batil olur. Ona görə də Fatihə rükün olduğu üçün digər qiraətdən önə çəkirsən. Yəni birinci məsəl üçün İxlas, Fələq, Nəs oxuyub sonra Fatihə oxumursan. Birinci Fatihəni oxuyursan. Çünki o rükundur. Sonra keçirsən digər surələrə və ya ayələri oxuyursan. Sünnə hökmündə olan. Və sonra deyir ki, və kənə izə rəkəə, deyir, rükü etdiyi zaman başını necə tutardı? Düz tutardı. Başını, belinin səviyyəsində. Nə başını dik tutmazdı, nə də bükməzdi. Və bu da ən gözəlidir. Və bunun deyir, rüküyə gedərkən ən az, yəni keçərli olan halı nədir? Ən az, yəni minimum. Bunu mütləq etməlisən. Əllərin dizvə çatması. Əllərin içi dizvə çatır. Rükunun keçərli olması üçün mütləq nə olmalıdır? Belin düz və əllərin nədir? Əllərin dizvə çatmalıdır. Dizlərvə. Bəli, diz qapaqların üstünə. Və barmaqların da aralı saxlanması gözəldir rükuda. Barmaqlar aralı saxlanır, diz qapağını belə tutur. Amma əlin, yəni boşluqlarının dizə çatması nədir? Mütləqdir. Sonra deyir ki, rükudan qalxarkən isə, rükudan qalxarkən, necə demişdi Ayşə radiyallahu anhə? Tam doğrulmayınca, qamətini tam düzəltməyincə səcdəyə getməzdi. Sonra deyir ki, وَكَانَ يَقُولُ فِي كُلِّ رَكْعَتَيْنِ التَّحِيَّةِ. Sonra deyir, hər iki rikətdən bir, nə deyərdi? Təhiyyəni deyir, oxuyardı. Burada deyir, sadəcə bir məsələ var, vitir namazında, o da deyir, gələcək. Vitir namazında hər iki rükətdən bir istisnadır o da. Eləmirsə, əgər məsəl üçün sən birləşdirib qılırsansa, tutaq ki, 3 rükət vitir namazı və ya 5 rükət. Sadəcə axırıncı rükətdən insən, oturursan təhiyyətə. Sonra gəlir ki, وَكَانَ يَفْرِشُ رِجْلَهُ الْيُسْرَى وَيَنْصِبُ الْيُمْنَى. Sol ayağını uzadardı. Yəni, sol ayağını üstündə oturması üçün yatdırardı, uzadardı. Sağ ayağını isə dik qoyardı. Yəni, sol ayağının üstündə oturub, sağ ayağını dik qoyardı namazda. Burada deyir, sadəcə deyir, istisna nə var? Məsəl üçün, 4 rükətli namaz və yaxud da ki, 3 rükətli namazlarda 2 dənə təşəhhüd olan, 2 təşəhhüdlü namazlarda Peyğəmbər sallallahu aleyhi və səlləm sol ayağını sağ ayağının altından keçirərdi, özü isə yerdə oturardı. Bu, sol ayağının üstündə oturması, sağ ayağını dik saxlaması 2 rükətli namazlara aiddir. 2 rükət namaz qılarsan, o cür eləyirdi. Amma 3 və 4 rükətli namazlarda tavarruk oturuşu deyirik də, tavarruk. Bəli, sağ ayağını yenə həmənki kimi saxlayır və sol ayağını sağ ayağının altından keçir, özü isə yerdə oturur. Biraz çətin deyil, otura bilən Allah kimi müvəffəq edirsə otursun, o sünnədir. 3-4 rükətli namazlarda. Burada sadəcə yəni onu bildirmək istəyir ki, Ayşə anamız burada deyir ki, sol ayağının üstündə oturardı, sağ ayağını dik qoyardı. Bu yəni 2 rükətli namazlara aiddir. Ayşə anamız burada yəni ki, bunu deyir. Amma 4 rükətli, 3 rükətli namazlarda bu da varid olub Peyğəmbər sallallahu əleyhi və səlləmdən. Və sonra deyir, şeytan oturuşundan qadağan eləyib Peyğəmbər sallallahu əleyhi və səlləm. Şeytan oturuşu nədir? Burada deyir, ixtilaf olub. Birinci odur ki, bəziləri deyiblər ki, şeytan oturuşu odur ki, ayaqları aralayır, özü isə birbaşa yerdə oturur. Ayaqlarının üstündə deyil. Sağı sağa, solu sola aralayır, özü isə birbaşa yerdə oturur. Burada Peyğəmbər sallallahu əleyhi və səlləm necə oturuşunu dedi? Bax, ya sol ayağının üstündə oturub, sağı dik saxlayıb, ya da solu sağın altına salıb, özü isə sol tərəfdə oturub, düzdür? Bu icazəlidir və sünnədir. Peyğəmbər sallallahu əleyhi və səlləm bunu edib. Amma nəyə qadağan edib? İki ayağı da sağdan soldan aralayıb,
birbaşa özü yerdə oturması. Bunu qadağan eləyib Peyğəmbər sallallahu əleyhi və səlləm. Və bəziləri deyiblər ki, burada şeytan oturuş deyəndə söykənərək oturuş nəzərdə tutulur. Amma səhih olan odur ki, məhz o iki ayağı aralayıb ortada oturmaq şeytan oturuşu ona deyilir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm onu xüsusi olaraq qadağan eləyib. Bu səcdəyə gedəndə belə deyək ki, əllə bərabər dirsəyin də yerə qoymağı Peyğəmbər sallallahu əleyhi və səlləm qadağan eləyib. Dirsək nə olmalıdır? Qalxmalıdır. Dirsək qalxmalıdır. Sadəcə əl səcdəyə gedəndə sadəcə nədir? Əllə gedilir. Amma qolun bu hissəsi, dirsək hissəsi isə yerə dəyməməlidir. Rükuda biz dedik ki, nədir? Barmaqlarla nədir? Diz tutulur. Bax, belə aralı, barmaqlar aralanır. Ən gözəli budur. Səcdədə isə ən gözəli odur ki, barmaqlar birləşilir və üzü qibləyə. Belə və ya belə yox. Üzü qibləyə əllər qoyulur və dirsəklər qaldırılır. Bax, sonra deyir, qarnı da dizlərin üstündən qaldırırsan. Səcdəyə gedərkən qarın hissən dizlərinlə yəni belə bükülmürsən. Ay sol, qarın hissən açıqda qalır. Dizlərə dəymir. Bu deyir, nəşatın, aktivliyin, gümrahlığın bir əlamətidir. Namazda şux durmalısan. Hətta təşəhhüddə belə əzilib büzülüb durma, şuxdur. Sonra qiyamda şuxdur. Bəzi sufilər zat deyir, belə qərənfilə də bənzədirlər özlərini belə şeyə, belə boynu bükük belə. Elə olmur, şux durmalısan. Gözünlə də baxırsan səcdə yerinə. Amma nəyi bükürsən? Allahın qarşısındasan, qəlbivi bükürsən zəlil halda. Amma bədənin şux durur. Yoxsa belə bükülüb qəlbində asiliklər, fasikliklər, tuğyan, kibir, yox, aysa, bidətlər, elə yox. Qəlbin zəlil formada, belin dük, gözlərinlə baxır səcdə yerinə. Gözlər baxır səcdə yerinə. Amma başın nədir? Bax, dik, belin dik. Səydə də, təşəhhüddə də oturursan, şuxdur. Bax, orada da baxsan, sağ barmaq var. Təşəhhüd qaldırsan, sağ barmağa baxırsan. Amma şux. Əzilib bükülmə. Bəli, sonra səcdə yerinə. Və sonra deyir, namazı salamla bitirərdi. Peyğəmbər sallallahu aleyhi və səlləm. Bu qədər qardaşlar. Uca Allahdan diləyirəm ki, bizdə eşitib faydalardan etsin. Amin. Allah Azze və Cəllə bizləri bütün əməllərimizdə, namazımızda, ibadətlərimizdə, tövhidimizdə Peyğəmbər sallallahu aleyhi və səlləmi özünə örnək götürüb, nümunə götürüb, o cür əməl etməyə müvəffəq eləsin. Allahümme amin. Allah Azze və Cəllə bizlərin qəlbini islah eləsin. Qəlblərini birləşdirsin, ixlaslı qullarından etsin. Allahümme amin. Və subhanəkə Allahümme və bihamdik. Əşhədü ən la iləhə illə ənt. Əstəğfiruka və atubu ileyk.